Bu nədir? Bu nənə-baba üsuludur. Mən düzü, nənəm bunu hazırlayırdı babama, deyirdim, babam nəyə mən çox istəyirdi nənəm. O bəhməzlə hazırlayırdı. Tut doşabının içinə qatırdı qoz, fındıq, nə bilim, də belə çərəzləri qatırdı. Nənəsi bizə avokado yağı tapanmırdı. Tapa bilmirəm. Babama yedizdirirdi bundan, bizə vermirdi ha. Amma indi bizdə bu xüsusi arı məhsulundan hazırlanır. İçində arı südü var, arı məhsulları var, avokado yağı var, badam, qoz, fındıq, hamısının yağları bunun içindədir və xüsusi bir macundur. Bu immuniteti gücləndirir, qan artırır, qan azlığından əziyyət çəkənlərə. Amma ən əsası bu nəyə xeyirdir, deyim sənə Abdü müəllim. Bu insanda cinsi həvəs yaradır, cinsi fəallığı artırır, cinsi gücü artırır, sonsuzluğu aradan qaldırır. Bax, bunu sonsuzluqdan əziyyət çəkən, cinsi zəiflikdən əziyyət çəkən bəylərimiz mütləq alıb istifadə eləsinlər. 15 gündən bir, sən istifadə eləmişsən də bundan Yaqub. 15 gündən bir, deməli, bir çay qaşığı qəbul edin, yatmamışdan qabaq.